Rus ordusu iri miqyaslı hücuma keçdi. Qızğın döyüşlər gedir. Vəziyyət mürəkkəbdir. Zaporojye istiqamətində vəziyyət kifayət qədər mürəkkəbdir. Rusiya ordusu hücumlarının sayını dəfələrlə artırıb. Bunu Reportun Şərqi Avropa Bürosunun açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Cənub Dairəsi üzrə rəsmisi polkovnik Vladislav Voloshin bildirib. Rusiya ordusu hazırda hücum əməliyyatlarını davam elətdirir. Təkcə son bir neçə gün ərzində 2 dəfə iri miqyaslı hücum həyata keçiriblər. Zirehli texnika və tanklarla təchiz olunan piyada qrupları artilleriya və dronlarla hücum təşkil edib. Lakin qüvvələrimiz bu hücumları dəf edib. Düşmən böyük itkilər verib. Bu təxminən 140-150 nəfər şəxsi heyət, 30-dan çox texnika vahididir deyə polkovnik vurğulayıb. Voloshin'ın sözlərinə görə ərazi itkisi olmayıb. Biz vəziyyətin daha da gərginləşəcəyini, hücumların kəskinləşəcəyini proqnozlaşdırırıq. Çünki düşmənin bu istiqamətdə cəmləşdiyi qüvvə və vasitələr kifayət qədər əhəmiyyətlidir deyə o əlavə eləyib.